Ya Allah, bu gün sizi salamlayıram. Pişağı qəsəbəsi dəniz qırağında yerləşən Hacı Şahverdi hamamından. Keçən səfər Hacı Absalam hamamından çəkiliş eləmişdim. Bu gün istədim ki, Pişağının rəmzi simvolu olan Hacı Şahverdi hamamından danışım. Bu tarixi tikilinin Pişağı üçün böyük əhəmiyyəti var. Çünki belə deyək də, hər bir şəhərin, hər bir kəndin bir siması ki olur. Məsəl üçün Bakının qədimi siması Qız qalası idi. Pişağı kəndinin də əsas simvolu Hacı Şahverdi hamamıdır. Bu hamam haqqında həm xoş xatirələr danışmaq olar, həm tarixindən danışmaq olar. Ki, əvvəlcə tarixindən başlayaq. 19-cu əsrdə Pişağı kənd sakini Hacı Şahverdi tərəfindən niyyət olunub ki, gedim Hacıda gəlin bir xeyri iş görəcəyəm. Gəlib qismət olub buna. Gördüyünüz bu hamamı tikdirib ki, hamamın yanında qədimi su quyusu var. Bu su quyusu vasitəsilə hamam istifadə olunur vaxtilə. Birazdan içəri girəcəyik inşallah. İçindən çəkəcəyik. Bu hamam Əbsalam hamamı kimi yassı hamam deyil. Düzdür, tikiliş cəhətdən 2 günbəzli, 2 otaqlıdır. Amma bu hamam kənddəki Əbsalam hamamına baxanda hündür hamamdır. Hündür olmağına səbəb isə dənizin kənarında yerləşdiyi üçün bu hamamı daha hündür tikiblər. Çünki hamamlar bildiyimiz qədər biraz yassı olur ki, istiləşdirmə sistemləri daha rahat olur onda. Qızışdırmaq asan olur. Yassı hamamlar daha tez qızdığına görə elə tikilib. Amma dəniz kənarındakı hamamlar daha hündür də olub. Çünki dənizin kənarında əvvəllər açıqlıq idi. Yəni, mənim özümün də yadıma gəlir açıqlığı vaxtları. İndi düzdür, maşallah evlər tikilib yan dövrəsində. Amma bu yaydan o biri yaya hündür qum təpələri olurdu ki, yerini dəyişirdi bu təpələr. Külək qumları yayırdı və hündür təpələr yaranırdı. Dəniz kənarında yerləşən hamamları hündürdə tikirdilər, amma otaqları geniş yox, dar olurdu. Dar olurdu ki, qızdırmaq asan da olsun. Həmin bu hamamın tuşundan düz gedəndə bir 2 kilometrə yaxın məsafədə proyekti belə olan bir hamam da var ki, düzdür, ora Fatmaya düşür. O Hacı Ağamurad hamamı adlanır o hamam. Tikilişləri eynidir. Yəni dəniz kənarında tikilən hamamlar hündür olmağın səbəbi həmin qum fırtınalarına görə itib batmamağına görədir. Qumun altında qalmamağı üçündür. Bu hamamın tarixi tərəfi. Amma hər bir Pişağlının bu hamam haqqında xoş xatirələri var ki, bizim də həmçinin məktəb illərimiz dərsdən qaçıb gəldiyimiz yer idi bu hamam. 99-cu ildə 1-ci sinifə gedən uşaqlar indi bu videonu görürsünüzsə yazarsınız altından. Yadınıza gəlirsə 5-ci, 6-cı sinifdə oxuyanda dərsdən qaçırdıq. Düz pir yolu ilə aşağı düşürdük, gəlirdik dəniz qırağına. Bax, həmin bu sahilə. Oradan da gəlirdik bu hamama. Onda bu hamamın həmin bax bu bəndi uçuq idi. Sonradan bərpa elədilər buranı. Bax, bu bəndlə qalxırdıq düz hamamın üstünə, otururduq bax bu hissədə. Tam sıtlıya dənizə baxırdıq. Evdən də elə bilirdilər ki, biz dərs oxuyuruq. İndi həmin uşaqlar hərəmiz bir peşənin yiyəsiyik. Keçək yavaş-yavaş içəri hissəsini də çəkək. Bu arada çərşənbəmiz də mübarək inşallah. Bu il hamımıza düşərli uğurlu olsun. Təbiət oyanır, canlanır. İnşallah bizdə də biraz canlanma geçsin, hər tərəfli xəstəliklərimiz qalsın keçən ildə. Keçək yavaş-yavaş içərini də çəkin. İndi də girək yavaş-yavaş içəri. Bax, burada giriş otağı olub. Həmin otaq sökülüb. Uçulub qalmayıb indi. Tikiliş cəhətdən kənddəki Əbsalam hamamı ilə proyekti eynidir. Sadəcə o hamam yer səviyyəsindən aşağıdır. Keçən də videoda fikir verdinizsə,
3-4 pillə aşağı düşdük və yassı hamamdır. Amma bu hamam o hamama baxanda hündürdür. Bax, həmin hamamda içəri girirdik, bir giriş otağı idi, sonra içəri daxil olurduq. Burada həmin giriş otağı uçulub qalmayıb. Həmin birinci otaq. Bu hamam, edirəm, o birisi hamamdan, Əbsalam hamamından hündürdədir. Burada balaca hovuz olub, uçulub. İçəri. Orada birbaşa keçirdik içəridə, amma burada balaca koridor var. Koridordan baxın, yeraltı kanalizasiya sistemi. Yerin altı ilə gedən su axıntısı isə. Bu da ikinci otaq. Düzdür, deyirlər ki, bu hamam bir şamdan qızışıb. Onun dəqiqliyini deyə bilmərəm, bir şamdan doğrudan qızışıb və ya tez qızışdığına görə deyiblər bir şamdan qızışıb. Onun dəqiq məlumatı yoxdur. O deyilənə görə bu hamam bir şamdan qızışan hamam. Baxın, bu da uzaq hissəsi. Bu da suyun yığıldığı yer. Bir də bir tarixi şey sizə deyim. Bu hamam ki var, Hacı Şahverdi hamamı. Bu hamam 19-cu əsrdə tikilsə də, daha əvvəllər Pirşağıda, indiki bugünkü bələdiyyənin yerində olmuş qədim bir hamam olub. Oranın sökülmüş daşları ilə tikilib. Yəni tarixi cəhətdən daha qədimdir. Amma sökülüb, yeri dəyişilib və burada tikilib. Ümumiyyətlə Pirşağda tarixi abidələr çox olub. Bu günə gəlib çıxanlar 2 hamam, 1 məsciddir. Və pir öz yerində. Amma tarixdə 3 hamamımız olub, keçən videoda danışdığım kimi, və 2 məscidimiz olub ki, bugünkü məscid düzdür, qədim məsciddir, amma ondan da qədim bir məscidimiz olub ki, o sökülüb, dağılıb, bugünkü günə gəlib çıxmayıb. Daha yaxşı məlumatlarla yenə xidmət eləyəcəm sizə. Sağ olun, Allah köməyiniz olsun.